Salam, necəsiniz? Ümid edirəm, yaxşısınız, hər şey qaydasındadır. Nəhayət ki, burada otura bildim, YouTube çəkə bildim yenidən. Son dönəmlərdə arxa fonda da gördüyünüz kimi ölkə dəyişikliyi baş verirdi mənim həyatımda və qaçaqaçlı bir mərhələ idi mənim üçün deyək. Və bugün çox maraqlı bir mövzum var. Bugün anidən, random, spontan danışmayacağam. Son dönəmlərdə yaşadığım həyat təcrübələrimi və bunun bərabərində mənə gətirdiyi çox maraqlı bir mövzunu paylaşacağam sizinlə. Mövzumuz təslimiyyətdir. Təslimiyyətə keçməkdir, qəbul eləməkdir. İstəyirsiniz kainat deyin, istəyirsiniz Allah deyin. Onun bir sistemi var və o sistem çox möhtəşəm bir şəkildə işləyir. Hansı ki, günün sonunda o möhtəşəm işləyən kainatda sizə sadəcə qəbul eləmək, təslimiyyətə keçmək qalır. Burada nəzərdə tutduğum heç inkişaf eləməyək və həyatda hər şeyi boş verək, yaşayaq deyil. Həyatda hər şeyi axarına buraxırıq, o ayrı məsələ və bunun da bərabərində ehtiyacımız olan, bizə rahat gələn təslimiyyət moduna keçirik. Hansı ki, hər şeyi idarə eləməyə çalışmaq daha doğrusu, hər şeyi mən eləməliyəm, bu mənim vəzifəmdir, hər şeyə çatmalıyam, hər şeyə yetməliyəm və s. kimi düşüncələrdən çıxış etdiyimiz zaman müəyyən bir müddət həyatımızda hər şey çox mükəmməl gedə bilər, amma həmin o müəyyən müddətin bitdiyi zamanda biz sadəcə tükənmə sindromu yaşaya bilirik. Ümumiyyətlə, YouTube səhifəsi mənim etiraflar səhifəmə oxşuyur. Çünki hər şey burada sizlə çox səmimi olduğum üçün rahat bir şəkildə etiraf edə bilirəm. Və etiraf eləməliyəm ki, uzun müddət mən də hər şeyi idarə etməyə çalışan tərəf olmuşam. Hər şeyi kontrol altında saxlamağa çalışan tərəf olmuşam. Amma insanın özü hər nə qədər psixoloq olsa da aldığı terapiyalar və keçdiyi bir yol olur və o yoldan çıxartdığı nəticələr olur. Və mənim nəticəm də buydu ki, həyatda istəsək belə, məcbur buraxılsaq belə heç bir şeyi nəzarət altında saxlaya bilmərik. Bu mümkünsüzdür. Çünki dediyim kimi kainatın bir sistemi var və o kainat o sistemi çox gözəl şəkildə idarə edir. Bəzən bu bizim incidir normal olaraq. Bəzən bu bizim düşünürük ki, boş yerə zamanımızı alır. Bəzən bu bizi fərqli və çətin yollara salır. Amma həmin o mərhələ bitdikdən sonra və biz kənardan baxdıqdan sonra görürük və şahid oluruq ki, əslində bu sadəcə yaşanmalıydı və biz buradan müəyyən qədər bir dərs çıxarmalıydıq, müəyyən qədər nələrsə qəbul eləməliydik, nələrsə fərqli pəncərədən baxmalıydıq. Bunu əvvəlki videolarımın birində də demişdim. Bir neçəsində də demiş ola bilərəm, bilmirəm ki, mən həyatı oyun mərhələlərinə bənzədirəm və bir mərhələni keçirik, sonra həmin o keçdiyimiz mərhələ bizə çox asan gəlir. Əgər o mərhələni necə olur oyunda yanırsınız və o mərhələni keçə bilmirsiniz. O mərhələni keçə bilmədiyiniz andan etibarən oyunun həmin mərhələsi yenidən başlayır. Və siz həmin mərhələni yenidən oynamağa başlayırsınız. Həyat da belədir. Əgər bizim bir işdən, bir insandan, bir təhsillə, bir həyatla ümumilikdə sınağımız bitmirsə, həyatımız fərqli şəkildə bizim önümüzə, bizim masamıza yenidən qoyur. Fərqli insanlarla eyni senaridə, eyni rollarda. Amma biz bunu görürük, amma biz bunu görmürük. Gördüyümüz zaman o senarını dəyişirik, görmədiyimiz zaman həyat bunu bizə illərlə eyni şəkildə, eyni döngüdə qarşımıza qoyur. Həll üsulu məsələnin hansı hissəsindədir? Dediyim kimi, ilk öncə biz o döngüləri niyə yaşayırıq, ona baxmalıyıq. Əgər ehtiyacımız varsa, mütəxəssisdən kömək alırıq. Ehtiyacımız yoxdursa, özümüz həll edə bilirsə, bu situasiyadan çıxa biliriksə, özümüz çıxırıq. Və sonrasında həyatın bizə gətirdiyi, bizdən götürdükləri, bizə yaşatdıqları hər şeyi qəbul edə bilmə potensialını tapırıq. Çünki bu bizim hər birimizin içində var ki, özünü aktualizasiyanın elə bir səviyyəsinə çatırıq ki, orada bunu yaşadım, qəbul elədim, almalı olduğum dərs nə idi, buydu, aldım,
okey, növbəti mərhələ, okey, növbəti mərhələ və növbəti mərhələ deyə-deyə həyat davam eləyir və artıq o növbəti mərhələlər bizim üçün daha asan, daha qəbul edilən, daha yaşanıla bilən bir yer olur. Yaşanıla bilən, qəbul edilən bir necə deyim, situasiyalar olur da. Həyat bizdə situasiyalardan ibarətdir. Bu da məsələnin bir tərəfi. Təxmin etdiyim qədərinə qısa müddətli bir video oldu, amma bu mövzudan danışmaq istədim. Çünki bu bir çox insanların çətinlik çəkdiyi, bir çox insanların qəbul edə bilmədiyi, həmin o döngülərin içində itdiyi, hansı ki zaman-zaman mənim də o döngülərdən əziyyət çəkdiyim, qəbul edə bilmədiyim bir mövzu idi, bir necə deyim, mərhələ idi. Bu hər kəsdə hər zaman %100 alınırmı? Yox. Sadəcə bu yoldur və biz bəzən o yoldan çıxa bilirik, bəzən səbirsizlənə bilirik, bəzən yox, artıq istəmirəm deyə bilirik. Hər kəsin içində o potensial var. Amma yenə deyirəm, videonun başında da bundan bəhs eləmişdim. Burada təslimiyyətə keçmək deyəndə heç nə etməyin və həyat sizə hər şeyi gətirəcək modundan danışmıram. Siz əlinizdən gələn hər şeyi eləyin və reallığı görün, reallığı görən tərəfdən olun. Qalan hər şey kəndinizin istədiyi kimi, inancınıza görə, Allahın istədiyi kimi gedəcək. Biz müəyyən qədər müşahidə edən tərəfdə olmalıyıq bu həyat periodunda. Ümid edirəm ki, fikirlərimi rahat bir şəkildə sizə çatdıra bildim. Dinlədiyiniz üçün təşəkkür edirəm. Növbəti YouTube videolarında görüşərik.